Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugün həm yeni, həm də görüntüsü möhtəşəm olan bir reseptlə gəlmişəm. Xüsusilə də bayram süfrələrinizin bəzəyi olacağına inanıram. Ona görə də keçək hazırlanma qaydasına. Bizə lazım olacaq lavaşı ortadan ikiyə bu cür qatlayıram və bıçaq yardımı ilə kəsirəm. Videonun bu hissəsində sizlərə formanı necə verəcəyinizi göstərirəm. Bişərkən formasını itirməsin deyə kənarına kürdan sancıram. Təbii ki, bişdikdən sonra da kürdanları çıxartmağı unutmuruq. Üzərinə yumurta və südü qarışdırıb formanın hər tərəfinə gələcək şəkildə sürtürəm. Sonra isə küncüt səpirəm. Hamısını bu formada hazırladıktan sonra soba sinsinə yerləşdirib sobada qızarana dək bişirirəm. İndi isə keçək içliyi hazırlamağa. Mən 2 növ salat hazırlayıb içlərinə elə yerləşdirəcəm. İlk öncə birinci növ salatı hazırlayıram. Bunun üçün xiyarı, yumurtanı, kökü, kartofu xırda-xırda doğrayıram. Üzərinə biraz konservləşdirilmiş qarğıdalı əlavə edirəm. Duz, istiyotu və mayonezi əlavə edib qarışdırıram. Digər salat üçün isə kök, yumurta, kartof, çuğunduru xırda-xırda doğrayıram. Üzərinə dənələmiş olduğum nar, duz, istiyot və mayonez əlavə edib qarışdırıram. Qeyd edim ki, içlik tamamilə zövqə görədir. Videoda göstərmədiyim fərqli salatlardan da hazırlayıb istifadə edə bilərsiniz. Düşünürəm ki, bura toyuq filesi ilə hazırlanmış salatlar da çox gözəl gedər. Hazırlamış olduğum lavaş formalarının içərisinə salatları yerləşdirməyə başlayıram. Videonun bu hissəsində isə görüntüsünü sadəcə daha da gözəlləşdirməyə çalışmışam. Və siz də zövqünüzə görə bəzəyə bilərsiniz. Beləliklə ilk hissə hazırdır. Xatırlatmaq istəyirəm ki, əgər videomu faydalı hesab etdinizsə, bəyəndinizsə, bəyənməyi unutmayın. Digər saladı da eyniliklə formanın içərisinə yerləşdirirəm. Beləliklə qısa müddətdə bayram süfrənizin bəzəyi hazırdır. Belə praktik, faydalı reseptlərdən tez xəbəriniz olsun istəyirsinizsə, kanalıma abunə olmağı unutmayın. Növbəti videoda mütləq ki görüşəcəyik. Hələlik.